Salam aleyküm. Hero Medikal Tibb Mərkəzindəyim. Aynur xanım otağındayıq. Aynur xanım artıq hamınız tanıyırsınız. Klinik psixoloqdur. Bizim uşağı belə deyirlər, mükəmməl yaxlı nəticə görürük biz. Bir şey deyim sizə, bax, valideynlərdə inamsızlıq yaranır. Niyə görə? Mən bundan öncə başqa bir, belə deyim də, mərkəzini deyim, həkimini deyim, aparmışdı yanına. Uşağı masaj edirdi ağzını sadəcə olaraq. Uzun müddət getdi onun yanına, heç bir fayda da görmədik. Çox təəssüf olsun. Yəni Aynur xanım yanına gələndə də bizdə mən inanmırdım açıq. Deyirdim ki, bu da elə onun kimi olacaq, amma vallahi ki, mükəmməl fayda görürük. Mənim uşağım artıq yəni kəlmələri düzgün şəkildə deməyə başlayır. Aynur xanım, insanlar belə deyim də, sizin özəlliyiniz bu başqa yerə nədir, fərqliyiniz nədir, qarantiya verirsinizmi? Ümumiyyətlə, Roman bəy, əslində sizin o dediyiniz sözünüzə qüvvət. Mən hələ son zamanlarda bəlkə də çox nadirən bir valideyn ola bilər ki, gələr və sizin dediyiniz kimi şübhələrlə, suallarla dolu olmaz. Niyə? Çünki insanlarda doğrudan da bir inamsızlıq, bir ümidsizlik, bir qorxu. Əvvəla mərkəzlərdən öncə açırlar, sosial mediadan videolar var, hərəsini bir mütəxəssis danışır, hər başdan bir səs çıxır, hər kafadan bir səs çıxır. Yəni, insanlarda bir inamsızlıq oluşur. Təzə gələndə də valideynlər, ona görə də mən valideynlərə bəzən telefonla, istəyirlər ki, telefonla müayinə edəyəsiniz, istəyirlər ki, telefonla sual verirlər və deyirlər ki, neçə müddət çəkəcək müalicə. Mən hər zaman valideynlərə deyirəm ki, ay əziz valideynlər, siz əvvəlcə gəlməlisiniz, biz uşağı diaqnostik eləməliyik. Nə qədər istəyirsə 24 saat mənsə telefonla danışım və sualınıza cavab vereyim. Sizin övladınızı mən diaqnostik eləməsəm, həm manuel özüm baxaraq, həm cihazlarla yoxlayaraq, həm ana-atanı anket eləyərək, ətraflı 50 dəqiqə deyirəm, amma seansımız 2 saat davam edir. Diaqnostik etməsək, istədiyim cavabları sizə verə bilməyəcəm və sizə də hər hansı bir qarantiyadan söhbət də gedə bilməz. Ancaq mən uşaqları yoxlayıram. Əgər bu uşaq mənlikdirsə, valideynə deyirəm ki, filan seansa qədər bu uşağımız mənlikdir və Allahın izni mən bu nəticəni gözləyirəm. Valideynlərdə artıq arxain olar, başlayırlar, çox şükür ki, peşmançılıq olan valideynimizdə yoxdur Allahın izni ilə. Ancaq telefonla və yaxud digər şəkildə diaqnostikada olmaz, qarantiya vermək heç olmaz və valideynlərin inamsızlığını anlayıram, onları da qətiyyən qınamıram. Hər ana-ata istəyir ki, balası yaxşı olsun, Allah bütün balalarımızı qorusun. Diaqnostika eləyib, yaxşı bir şəkildə onlara cavab vermək lazımdır. Çox sağ olun, minnətdaram. Aynur xanımın profilini sabitləyəcəm, görəcəksiniz aşağıda. Həm Instagramda, həm də TikTokda. Kim istəyirsə müraciət edə bilər və yaxud da ki, Hero Medikal Tibb Mərkəzinə gəlib, buradan da müraciət edə bilərsiniz. Yəni, burada çalışır, Allah can sağ versin, gözəl həkimdir, mükəmməl. Bircə dənə bir əlavə eləmək istəyirəm, Roman bəy. Başda özüm olmaqla heç bir mütəxəssis yoldaşa da məsləhət görmürəm ki, kimisə uşağı ilə belə olar, yəni sual altında planlarla müalicəyə başlamaq olmaz, insanların ümidlərlə oynamaq olmaz, insanları həvəsləndirib, ümidləndirib, sonra onları yarı yolda qoymaq olmaz. Ona görə də yüz ölçüb bil biçməliyik, hamının balası özünə dəyərlidir, əzizdir. Yüz ölçüb bil biçib, insanları ondan sonra yola çıxmağa dəvət etmək lazımdır. İnsanları ümidini, belə deyim, ümidsizliyə, inamsızlığa sürükləmək olmaz valideynlər. Çox sağ olun, minnətdarlar. Allah sizdən sağ olun.